Buradan bütün Azərbaycanımı səsləyirəm və xeyirli günlər Allah qismət etsin bütün Azərbaycanıma. Buradan paylaşmaq istəyirəm ki, bugün Azərbaycan Respublikasının çox ənənəvi və əlamətlər günüdür. 1923-cü ilin may ayının 10-u Əli Rza bəyin ailəsində çox ənənəvi və bir möcüzəvi gün olmuşdur. Çünki həmin gün 102 il bundan öncə Əli Rza bəyin ailəsində Rəbbimin izzəti ilə və qüdrəti ilə bir oğlan evladı dünyaya gəlmişdir. O oğlan evladı ki, bugün Azərbaycanı dünya arenasında tanıtdı. O oğlan evladı ki, bugün Azərbaycanın işğalda olan torpaqlarının azad olunmasında müstəsna rolu olan cənab İlham Əliyevin atası Ulu Öndərimiz Heydər Əliyevdir ki, o Heydər Əliyev ki, Sovetlər dönəvi Azərbaycan Respublikasının bütün Bakı şəhərinin quruculuğunda, bütün kasıb evladların təhsilində böyük əməyi və zəhməti olmuşdur. O Heydər Əliyev ki, Azərbaycanı dünya arenasına tanıtdırmışdır. O Heydər Əliyev ki, böyük Azərbaycanın dünya miqyaslı siyasətçilərin içərisində Azərbaycanı ən böyük nüfuza və dünya xəritəsində Azərbaycanın tanınmasında 102 il bundan öncə Əli Rza bəyin ailəsində Rəbbimin izni ilə dünyaya gələn cənab Ulu Öndərimiz, milli liderimiz, Ulu Öndərimiz Heydər Əliyev cənablarının bugün anadan olmasını 102 il ötür. Gün olsun 200-cü illərini Azərbaycan xalqı qeyd etsin və Ulu Öndərimin ruhu şad olsun, qəbri nur içində yatsın və mənim əvəz olunmaz cənab Ulu Öndərimin layiqli davamçısı İlham Əliyev cənablarına da can sağlığı və buradan sonda cənab prezidentimdən xahiş edirəm ki, Ulu Öndərimin və sizin Azərbaycanda apardığınız siyasət, dünya arenasında tanınması, sizin hər ikinizin müstəsna rolu var. Amma çox əfsuslar olsun ki, mənim əvəz olunmaz liderim, Ulu Öndərimin layiqli davamçısı, bir çox məmurlar sizin əziyyətinizi, Azərbaycanda quruculuğunuzu, dünya ölkəsində apardığınız siyasət müsbət xidmətlərinizi bəzi öz başına qudurmuş, harnamış məmurlar kölgədə qoyur. O məmurlardan mənim öz yaşadığım Bərdər rayon icra başçısı Vidadi İsayevi faktlarla və o cümlədən Bərdər rayonunun 99 saylı Milli Məclisdə təmsil edən millət vəkili Fatma Yıldırımın adını çəkmək olar. Ardı var, Allah Ulu Öndərimə qəndi rəhmət etsin və cənab prezidentimə ömür versin. Təşəkkür edirəm. Xahiş edirəm səhifəni bəyənib paylaşın.